Salam dəyərli izləyicilər. Bu paylaşımda önümüzdəki 5 il ərzində, yəni də təxminən 2030-2031-ci ilə qədər qurulması ehtimal olunan 3 hərbi ittifaq haqqında danışacağam. Dünya geosiyasəti gərginliyin artdığı, güc balanslarının dəyişdiyi bir dövrdə bu cür hərbi ittifaqların ortaya çıxması təsadüfi deyil. Birinci və ən diqqət çəkən ittifaq Türk dövlətləri arasında qurulması planlaşdırılan hərbi birlikdir. Bu ittifaqın əsasını Türkiyə, Azərbaycan, Mərkəzi Asiya Türk Respublikaları təşkil edəcək. Maraqlı məqamlardan biri isə bu birliyə Yaponiya və Cənubi Koreyanın da qoşulma ehtimalıdır. Xüsusilə ABŞ-ın qərb yarımkürəsinə çəkildiyi bir vaxtda Çinin Asiya, Sakit Okean və Mərkəzi Asiya regionlarında artan siyasi və hərbi təzyiqi Yaponiyanı və Cənubi Koreyanı yeni və alternativ təhlükəsizlik platformaları axtarmağa məcbur edəcək. Bu baxımdan Türk dövlətləri ilə qurulacaq strateji hərbi əməkdaşlıq Yaponiya və Cənubi Koreya üçün həm regional balans, həm də Çinə qarşı önləyici və güvənli bir liman olacaqdır. İkinci ehtimal olunan hərbi ittifaq isə İslam ölkələrinin bir hissəsini əhatə edən Yaxın Şərq mərkəzli hərbi birlikdir. Bu ittifaqın əsas sütunlarını Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı təşkil edəcək. Bununla yanaşı İndoneziya, Malazya, Misir, Suriya, Qətər, İraq və İordaniya kimi bir neçə müsəlman ölkə də birliyə qoşulacaq. Məqsəd yalnız hərbi əməkdaşlıq deyil, eyni zamanda regional təhlükəsizlik, ortaq müdafiə strategiyası və xarici müdaxilələrə qarşı kollektiv mövqe formalaşdırmaqdır. Bu ittifaq uzun illərdir parçalanmış və fərqli maraqlar səbəbilə bir araya gələ bilməyən İslam dünyası üçün ciddi dönüş nöqtəsi olacaq deyə düşünürəm. Üçüncü ehtimal olunan hərbi ittifaq isə Afrika qitəsi mərkəzli hərbi birlikdir. Bu ittifaqa Cənubi Afrika Respublikası öncülük edəcək deyə düşünürəm. Böyük ehtimalla yaxın illərdə ittifaqın təməlləri atılacaq. Afrikada artan daxili münaqişələr, xarici güclərin təsiri və təhlükəsizlik boşluqları qitə ölkələrini öz daxili mexanizmlərini qurmağa vadar edir. Yeni hərbi ittifaq Afrikanın öz təhlükəsizliyini öz resursları ilə təmin etməsi istiqamətində atılmış mühüm addım olacaqdır deyə düşünürəm. Keçən il Türkiyə Kəşfiyyat rəhbəri İbrahim Qalının sədrliyində Afrika ölkələri kəşfiyyat rəhbərləri gizli bir iclas keçirdilər. Keçirilən iclas mediaya düşsə də, iclasda əsas mövzuların nə olduğu, nələrin müzakirə edildiyi mediada açıqlanmadı. Bu görüşmənin eyni zamanda bu ittifaqın təməlləri üçün də öncü olduğunu düşünürəm. Tarix göstərir ki, hərbi ittifaqlar adətən böyük müharibələr ərəfəsində və ya beynəlxalq sistemdə qeyri-müəyyənlik artdıqda formalaşır. Hazırki qlobal vəziyyəti özünüzdə görürsünüz. Bu tendensiya açıq şəkildə görünür. Bu üç ittifaq arasında xüsusilə birinci və ikinci ittifaqların yaxın zamanda təməllərinin atılması ehtimalı daha yüksək görünür. Qarşıdakı illərdə dünya nizamının yenidən formalaşdığı, güc mərkəzlərinin dəyişdiyi kritik bir dövr olacaq. Əgər bu cür videoları bəyənirsinizsə, rəy bölməsinə plus qoyun.